Bugün dünya sürətlə dəyişir. İnsanların çoxu nə etməli olduğunu bilmir və istiqamətlərini itirirlər. Stres, qeyri-müəyyənlik, rəqabət, hər kəs çıxış yolu axtarır. Amma çox az adam fərqindədir ki, çıxış yolu xarici möcüzələrdə yox, öz daxilində gizlənib. Uğur təsadüf deyil, xoşbəxtlik şansa bağlı deyil. İnsanların zehnindəki kilidləri açmaq və real transformasiyanı başlatmaq üçün onların koçluğa ehtiyacı var. Koçluq insanların həyatındakı qaranlıq nöqtələri işıqlandırmaq sənətidir. Düzgün sualları vermək, insanları düşündürmək və ən əsası onların gerçək güclərinin harda olduğunu göstərmək. Bu adi peşə deyil, bu indinin və gələcəyin sənətidir. Ancaq bir şeyi unutmamalısan, sən başqasına kömək etmək istəyirsənsə, əvvəlcə öz yolunu tapmalısan. İnsanlara ilham vermək üçün əvvəlcə öz həyatını dəyişməlisən. Çünki əsl liderlik öz üzərində çalışan insana məxsusdur. Dəyişim sadəcə gözəl sözlərlə və motivasiya ilə yox, həm də güclü texnikalarla gerçəkləşir. Doğru alətləri öyrənmək sənə illərlə yerində saymaq əvəzinə inkişafını sürətləndirmə imkanı verir. Əgər sən bu bacarıqlara və sirlərə vaqif olsan, insan zehnini dərindən anlayacaq və 21-ci əsrin brilliant sənəti olan koç ünvanını qazanacaqsan. Koçluq məsləhət vermək deyil, koçluq insanın həyat yolunu dəyişdirmək sənətidir. Koç insanın daxili kompasını aktivləşdirən şəxsdir. 31 Martda start verdiyimiz NAT Koçları kampaniyası məhz bunun üçündür. Burada sən 3 aylıq NAT-la gücləndirilmiş yaşam koçluğu sertifikat proqramında iştirak edəcək və hədiyyə olaraq 3 fərqli workshopda ödənişsiz yer alacaqsan. Pul və şuuraltı, karyerada uğur, effektiv ünsiyyət və manipulyasiya adlı workshoplarda NAT texnikaları ilə asanlıqla şuuraltının dərinliyinə enəcək və gözəl dəyişim yaşayacaqsan. Bu texnikalar çox asan öyrənilir, gündəlik həyata tətbiq olduqca rahatdır və nəticələri tez görməyə başlayırsan. Təlimlərin dili sadədir, başa düşülməsi çətin anlayışlar yoxdur. Burada öyrəndiklərini gündəlik həyatda dərhal tətbiq edib yaradıcı, uğurlu və güclü bir insana çevrilə bilərsən. 31 Martda görüşürük. İçəri şəhərə ayaq bastığınız andan enerjiniz gözəlləşməyə başlayacaq və dəyişəcəksiniz.